Salam, hər vaxtınız xeyir. Artıq Dövlət İmtahan Mərkəzi tərəfindən 1 iyun tarixində keçirilmiş 1-ci və 4-cü səs qrupu üzrə blok imtahanının birinci cəhd nəticələrini elan etdi. İndi sizə nəticələrə necə baxmaq lazım olduğunu göstərəcəm. İlk öncə Google axtarış sisteminə daxil oluruq və burada dim.gov yazırsınız. dim.gov.az və daha sonra axtarış düyməsi üzərindən vurursunuz. Görürsünüz, burada birinci ekrana çıxır Dövlət İmtahan Mərkəzi. Bunun üzərindən vurursunuz və ekranda yazır bakalavriat 1, 2, 3, 4 ixtisas qrupları imtahan nəticəsi. Bunun üzərindən vururuq və burada bizdən şəxsi kabinetin istifadəçi adını soruşur. Yəni bu bizim fin kodumuzdur. İndi sizə köhnə və yeni vəsiqələrdə fin kod harda olur onu göstərim. Köhnə vəsiqələrdə fin kod burada işarələmiş son 8 rəqəmindən 7-sidir. Yeni nəsil şəxsiyyət vəsiqələrində isə fin kod burada qeyd olunmuş 7 rəqəmli identifikasiya nömrəsidir. İndi biz uyğun məlumatlarımızı müvafiq xanaya qeyd edək. Və burada biz artıq fin kodumuzu yazaq. Fin kod yazdıqdan sonra burada biz növbət xanasını sıxırıq. Və daha sonra burada bizdən istifadəçi kabinetinin parolu, yəni şəxs kabinetinin parolu soruşur. Şəxs kabinetinin parolu biz şəxs kabinet yaranan zaman təyin etdiyimiz paroldur. İndi həmin parolumuzu yazırıq. Daha sonra burada bizdə kodu daxil etməyimizi tələb edir və burada kod necə yazılıbsa, məsələn, J balaca 4 D balaca, A böyük, P böyük. Yəni burada sizə də fərqli şəkildə böyük, kiçik ədədlər qarşılaşa bilər. Nə verirsə, onu olduğu kimi daxil edirsiniz və daha sonra daxil düyməsini sıxırıq. Və burada da artıq görürsünüz ki, abituriyentin hər fən üzrə topladığı nisbi ballar qeyd olunub. Yəni burada riyaziyyatın nisbi balı 81.1, daha sonra fizika 100% və kimya 59.6% nəticə göstəribdir və daha sonra burada onların hər biri öz çəki əmsalına vurur. Yəni riyaziyyat çəki əmsalı 1,5-dir, 81,1 vurur 1,5-ə, üzərinə gəlir 1,5 vurur 100-ə və çünki bunlar əsas fənlər olduğuna görə 1,5-ə vurulur və kimya 1,5 deyil 1 baldır və o da 1 vurulur 59,6 və yekuna toplanılıb 331,3 bal edir. Yəni bizim blok imtahandakı tək, yəni 3 fən üzrə balımız 331,3 baldır və indi biz buraxılış imtahanı da balına baxaq və bunları toplayaq. Və artıq bizim burada buraxılış balımız görünür. Xarici dil 73,9, riyaziyyat 96,9 bal və ana dili 83,3 bal. Ümumi şəkildə balımız 254,1 bal edir və indi biz buraxılış blok balımızı bir yerdə toplayaq ki, ümumi balımız nə qədər edir. Və bizim blok balımız 331,3 baldır. Üzərinə gəlinsin buraxılış balı 254,1 və ikisi bir yerdə 585,4 bal edir. Və bu şəkildə siz də öz buraxılışa blok balınızı hesablayaraq ümumi balınızı hesablaya bilərsiniz. Bütün imtahan iştirakçılarına uğurlar arzu edirəm.